Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəldiyini açıqlayıb. Bu barədə Ursula von der Leyen X hesabında paylaşım edib. Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə əldə olunan razılaşmanı alqışlayıram deyə o bildirib. Von der Leyenin sözlərinə görə Ukraynanın hərbi sahədə irəliləyiş əldə etdiyi bir vaxtda Avropa İttifaqının sanksiyaları Rusiyanın müharibə səylərinin iqtisadi əsaslarını zəiflətməyə davam edir. Yeni sanksiyalar paketi çərçivəsində daha 32 Rusiya bankı əməliyyat qadarası siyahısına daxil ediləcək. Həmçinin kriptovalyuta şirkətləri və neft ticarəti platformalarına qarşı da məhdudiyyətlər tətbiq olunacaq. Bundan əlavə, ilk dəfə olaraq Rusiyanın kölgə donanmasına yardım edən gəmilər hədəf alınacaq. Eyni zamanda Rusiya döyüşçülərinin Avropa İttifaqına girişinin rəsmi şəkildə qadağan edilməsi istiqamətində mühüm addım atılıb. Avropa Komissiyasının sədri əlavə edib ki, Rusiyanın müharibə maşınının bazardakı qiymət dəyişikliklərindən faydalanmasının qarşısını almaq məqsədi ilə neftin qiymət tavanına dair tənzimləmənin bir il müddətinə dondurulması qərar alınıb. Von der Leyen razılaşmanın əldə olunmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasına sədrlik edən İrlandiyaya təşəkkür edib.